Salam, mən biologiya müəllimi Məsmə Sürxəyeva. Bugün sizə qan bölməsinə aid olan ümumiləşdirici tapşırıqlar haqqında danışacağım. Ümumiləşdirici tapşırıqlarda bizə belə bir test verib. Birinci sual, gəlin baxaq. Ürəyin şəkli göstərilib, insan ürəyinin quruluşudur. Burada biz ürəyə baxarkən həmişə şəklinin əksi kimi görürük. Yəni bizim sağımızda olan hissə ürəyin sol hissəsidir. Ürəyin bizim sol hissəmizdə olan hissə isə şəkildə əksi, yəni sağını göstərir. İnsan ürəyinin quruluşu verilib burada və buradakı hissələri bizə göstərməyimizi deyir. B ilə göstərilən ürəyin qulaqcığıdır, sağ qulaqcığı. C sağ mədəciyidir. Sonra Y ilə göstərilən ürəyin sol qulaqcığıdır. F ilə göstərilən isə ürəyin sol mədəciyidir. Biz bilirik ki, taylı qapaqlar ürəyin qulaqcıq və məndəcikləri arasında yerləşir. Deməli, B və C arasında və yaxud Y ilə F arasında taylı qapaqlar yerləşəcək. Lakin ürəkdən, sol mədəcikdən çıxan qana biz aorta damarı deyirik ki, burada aorta damarı A hərfi ilə işarə olunub, yəni F hissəsindən çıxır aorta damarı. Baxın, bu hissədən belə çıxır. Digər tərəfdən isə sağ mədəcikdən çıxan damar isə ağciyər kötüyüdür ki, bu da özü iki yerə ayrılır, sağ və sol ağciyərə gedəcək. Ürəyin sağ mədəciyindən çıxır və bu damarın da arasında təxminən bu hissələrdə aypara qapaqlar olur. İndi bizə deyir ki, B variantında aypara qapaqlar hansı strukturlar arasında yerləşir? Dedik ki, aypara qapaqlar mədəciklə damarlar arasında olur. Ona görə burada sol mədəciklə, yəni F ilə aorta damarı arasında, A arasında, F və A arasında yerləşə bilər. Bir də ürəyin sağ mədəciyi ilə, yəni C ilə sağ mədəcikdən çıxan damar hansı damardır? D ilə göstərir bizə. D arasında aypara qapaqlar yerləşə bilər. Kiçik qan dövranı hansı strukturda başa çatır? Kiçik qan dövranına biz ağciyər dövranı da deyirik. Ağciyər dövranı başlayır C-də, yəni ürəyin sağ mədəciyindən başlayır. Ağciyər kötüyü ilə bu hissədən çıxır və iki yer ayrılır. Sağ ağciyərə və sol ağciyərə gedir. Həmin hissədə oksigenlə zənginləşmiş qan burada kiçik göstərib şəkildə. Baxın, bu hissələrdən iki dənə buradan, iki dənə də bu ağciyərdən gələn damarla gəlir ürəyin bu hissəsinə, yəni sol qulaqcığa tökülür. İndi bizə kiçik qan dövranı başa çatır sol qulaqcıqda, yəni Y-də. Kiçik qan dövranı başa çatır Y-də. Sonra taylı qapaqlar hansı strukturlar arasında yerləşir? Taylı qapaqlar biz dedik ki, qulaqcıqla mədəcik arasında yerləşir, yəni taylı qapaqlar B və C arasında yerləşir və Y ilə F arasında. Y ilə F arasında yerləşir. Böyük qan dövranı hansı strukturdan başlayır? Böyük qan dövranı başlayır F hissəsindən, yəni sol mədəcikdən, sonra keçir aortaya, A damarına və oradan bədənə yayılır. F-dən başlayır. Hansı strukturlarda arterial qan olur? Arterial qan ürəyin sol hissəsində olduğuna görə biz bu hissəni arterial işarə edirik. Yəni D, Y və F-də. D yox, Y və F-də. D-ni burada %100 şəkili ilə göstərdim ki, D yox, Y və F-də. Y və F-də Y və F-də strukturunda arterial qan olur. İndi gəlin ikinci tapşırıq. İkinci tapşırıqda bizə deyir ki, 4 qan qrupu verib və bu qan qruplarını biz təyin eləməliyik. Eritrositlərin membranında A agglütinogeni vardır. A agglütinogeni olan ikinci qan qrupu, bəli olan isə ikinci qan qrupu və dördüncü qan qrupu aiddir.
Çünki ikinci qan qrupu A antigeni var. Aglutinogen də onun əksi olan B'dir. Üçüncü qan qrupunda B aglutinogeni var. Onun əksi plazmasında A antiteli var. Dördüncü qan qrupunda AB'dir aglutinogen. Ancaq plazmasında heç bir yoxdur. Aglutinin yoxdur. Birinci də 0,0 idi. Yəni antigenində heç bir yoxdur. Plazmasında isə həm A'sı var, həm B'si. İndi bizdən soruşur ki, eritrositlərin membranda A aglutinogeni olan 2,4'dür. Dedik ki 2'də A var, bir də 4'də AB var. Buna görə 2,4'ü bura yuxarı yazdıq. Xeyir olan hissəyə 1,3 yazırıq. İndi baxaq, birinci ifadədə deyir ki, qanın plazmasında anti-B aglutinini vardır. Anti-B aglutinini olan, baxın, ikinci qan qrupudur. Bəli hissəsinə 2-ni yazırıq. 4'də isə biz dedik heç bir şey yoxdur. Ona görə 4'ü aşağı hissəyə yazırıq. 1,3'ə baxaq, deyir, qanın plazmasında anti-B aglutinini yoxdur. Anti-B aglutinini olmayan hansıdır? Bəli, bura aid 1'dən 3'dən. Birincidə dedik ki, aglutinin plazmasında həm A'sı var, həm B'si var plazmasında. Qanın plazmasında anti-B aglutinini yoxdur. Deməli, anti-A aglutinini olan, baxın burada 3-cü qan qrupu budur. Bəli, 3-cüyə yuxarı yazırıq. Xeyr olan hissəyə isə 1'i yazırıq. Sonra digər tapşırığa keçək. Qrafikə əsasən uyğunluğu müəyyən edin. Bunu silirəm. Deməli, burada verib, qan təzyiqi verib, ən yüksəkdən ən aşağıya doğru hərəkət edir qan. Ən yüksək qan təzyiqi biz bilirik ki, arteriya damarında olur. X arteriyadır, yəni C'dir. Y-la göstərilən kapillyardır, A-dır. Z-lə göstərilən isə vena damarıdır. Venada hətta mənfi təzyiq olur. C, A, B. İndi 4-cü tapşırığa baxaq. Burada bizə 2 heyvanın şəkli verib. Şəkillərdən biri mollyuskalara aiddir. Digəri isə həşəratlar sinifinə aiddir. Deyir ki, qanı bədən boşluğu mayesi ilə qarışır. Bu doğru ifadədir, çünki həm mollyuskalarda, həm buğmayaqlılar tipində biz demişdik ki, açıq qan dövranı var idi. Mollyuskalardan da 2 taylı mollyuskalarda, bir də qarınayaqlılar sinifində açıq qan dövranıdır. Bu doğru ifadədir. İkinci, vena damarı yoxdur. Görürük ki, şəkildən də anadontanın vena damarı var. Ancaq buğmayaqlılarda vena damarı yoxdur, ürəyə qanı gətirən. Ona görə bu ifadə, ikinci ifadə yalnız anadontaya aiddir, digərinə aid deyil. Ona görə bu ortaq deyil. Üçüncü, qanı hüceyrələrə qidalı maddələr daşıyır. Bu hər ikisinə aiddir, çünki qan qida maddələrinin daşınmasında iştirak edir. Lakin buğmayaqlılardan həşəratlar sinifində qan qidalı maddələrdən əlavə oksigenin daşınmasında iştirak etmirdi. Onların qanı oksigen daşımırdı. Dördüncü ifadə. Arteriya və kapillyar damarları yoxdur. Bu yanlışdır, çünki arteriya damarları var. Hər ikisinin də şəkildən də göründüyü kimi ürəkdən çıxardan damar arteriya damarıdır qanı. Sonra 5-ci ifadə, qanı ürək və damarlardan ibarət qapalı dövrəyə ilə hərəkət edir. Bu hər ikisi üçün yanlışdır, çünki qan damar sistemi açıqdır bu heyvanların. 5-ci. Deyir ki, insanın qanının laxtalanmasını təmin edən hüceyrələr haqqında hansı fikir doğrudur? İki tərəfdən basıq disk formasındadır.
Qanın laxtalamasında iştirak edən hüceyrələr, burada söhbət trombositlərdən söhbət gedir. Trombositlər. İki tərəfdən basıq olan disk formasında biz demişdik eritrositlərdir. Bu variant getdi. B. Yalancı ayaqlara malik nüvəli hüceyrələrdir. Leykositlərin bəzi növləri yalancı ayaq əmələ gətirirdi. Trombositlərdə yalancı ayaq yox idi. Bu ifadədə yanlışdır. Qırmızı sümük iliyində yaranır. Bu doğrudur. Çünki həm eritrositlər, həm leykositlər, həm də trombositlər qırmızı sümük iliyində yaranırdı. Bu doğrudur. C variantı. Yad cisimlərin zərərsizləşməsində mühüm rol oynayır. Bu da yanlışdır. Çünki mikrobları və patogenlərin zərərsizləşməsində leykositlərin rolu var. 6. Qan dövranının sxeminə əsasən yanlış olanları seçin. Burada bizə insanın ürək damar sistemi göstərib və deyir ki, yanlış olanları seçin. 1 və 2 vena damarlarıdır. Gəlin baxaq. 2 doğrudur. Ürəyə qanı gətirən damara biz demişdik ki, vena damarıdır. Lakin burada 2 doğrudur. Ancaq ürəkdən çıxan damara biz arteriya damarı deyirik. İçərisində venoz qan olmasına baxmayaraq, ürəyin bu hissəsindən çıxan damar arteriya damarıdır. Ona görə vena damarı olmadığına görə bu ifadə yanlışdır. Yəni biz bunu götürürük. Birinci ifadəni götürəcəyik. Sonra ikinci 3 kiçik qan dövranıdır. Doğrudur. 3 kiçik qan dövranına aiddir. Bunu çıxırıq. Üçüncü ifadə 4 böyük qan dövranıdır. Bu da doğrudur. Bunu da çıxırıq. Dördüncü ifadə 5 və 8 kapilyar damarlarıdır. Düzdür. Arteriyalardan kapilyarlara keçib qan, sonra isə birləşib venalara əmələ gətirib. Bu da doğrudur. Bunu da çıxırıq. 6 və 7 arteriya damarıdır. 7 doğrudur. Çünki ürəkdən çıxan aorta damarıdır 7. Amma 6-cı rəqəmi ilə göstəriləni isə ürəyə gətirən damardır ki, içərisində arterial qan olmasına baxmayaraq vena damarı adlanır. Ürəyə gətirən damar biz demişdik ki, vena damarıdır. Bu da ağciyər venasıdır. Ona görə bu ifadədə yanlışdır. Deməli 1, 5 yanlışdır. 6. Qapalı qan dövranıdır. Bu doğru ifadədir. Bunu da çıxırıq. Sürünənlər sinifinə aid canlılarda rast gəlinə bilər. Bu da yanlışdır. Çünki bu sürünənlər sinifində rast gələnməz. Sürünənlər sinifində dedik ki, 3 kameralıdır ürək və ürəkdə qan qarışır. Mədəcikdə yarımçıq ara kəsmə olduğu üçün bu hissədə qan qarışır. Ona görə bu aid deyil. Əgər timsahı 4 kameralı olaraq götürsək belə, timsahın damarlarında qan qarışır, ürəyində yox. Ona görə bu timsaha da aid ola bilməz. Burada cavab 1, 3 və 7'dir. Doğru cevap.